9-cu bölüm. Aləmlərin Rəbbi. Biz bu kainatda yeganə varlıqlarmı? Bu sual əsrlərdir insanların ağlından çıxmamışdır. Hələ 20 il bundan əvvəl hətta bizim ulduzumuzdan başqa ulduzların öz planetlərinin olub-olmadığı tamamən naməlum idi. Lakin bütün bunlar artıq dəyişib. Bugün təsdiqlənmiş egzoplanetlərin daima artmaqda olan sayı təxminən 3500-dür və onlardan ən azı 6-sı potensial dünyalardır. Ona görə də bu, insanoğlunun kainatda yeganə ağıllı canlı forması olduğu barədə bəhs edənlərin ağıl və məntiqinə meydan oxuyur. Bu faktın dəlilləri də getdikcə artır. Bir çox insanı önəmli bir sual maraqlandırır. Əgər ekstraterrestrial, yəni dünyadan kənar həyat təsdiqlənmiş olsaydı, dünya dinlərinə necə təsir edərdi? Bu, dini camiyyədə çox nadir hallarda müzakirə edilən bir mövzudur. Lakin əlyazmaları oxuduğumuzda həqiqət çox aydın görsənir. Belə ki, Allahın məxluqatı bizim bu kiçicik dünyamızın sərhədlərini aşıb keçir. Həm yəhudilər, həm də xristiyanlar üçün müqəddəs sayılan Zəburda iddia olunur ki, Allah bütün ulduzlara adlar vermişdir. Talmuda əsasən Allah gecəni 18.000 aləm boyunca uçmaqla keçirir. Və Qur'an-ı Kərimdə buyurulur: 7 göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Əmr onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. Qur'an-ı Kərim 65-ci surə 12-ci ayə. İmam Cəfər Sadiq əleyhissalam bir dəfə öz səhabəsi Cabir İbni Yezidə belə dedi: Sən Allahın sadəcə bu dünyanı yaratdığını və sizdən başqa insanlar yaratmadığını düşünürsən? Allaha and olsun ki, 10.000 aləm və 10.000 Adəm yaratmışdır. Və siz o aləmlərin və Adəmlərin sonuncususunuz. Şeyx Səduq, Tovhid kitabı, səhifə 277. Bəs bu başqa aləmlərdə kimlər və ya nələr məskunlaşıblar? İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Müəyyən planetlər var ki, bizə görə çox qəribə görünən məxluqlarla doludur. Lakin onların hamısı bizim təxəyyülümüzdən tamamən uzaq deyil. Bəlkə də siz mistik, başsız adam haqqında eşitmisiniz. Əfsanəyə görə bu məxluqların gövdəsində baş olmur və onların üzü sinələrində olur. Tarixdə onlar haqqında ilk şərh vermiş şəxs Yunan filosofu Herodotdur. Onun şərhinə görə onlar eramızdan əvvəl 5-ci əsrdə Liviyanın şərqində yaşayırlar. Lakin Herodot onlar haqqında məlumat verən yeganə şəxs deyil. Faktiki olaraq insanlar 2000 ildən çoxdur ki, onları ləkələyirlər. Herodotdan 400 il sonra Roma tarixçisi Böyük Plini təkidlə vurğulayaraq başsız adamların həqiqətən də var olduğunu bildirdi. O, onları Blemyai adlandırır və onların Efiopiya tərəflərdə yaşadığını qeyd edirdi. O, həmçinin onların hamısını həddən artıq təhlükəli olan vəhşilər olaraq qələmə alırdı. Başsız adamlar haqqında fikirlər gəlməyə davam edirdi. 1211-ci ildə Fermez adlı tədqiqatçı Efiopiyada bir adada onların yaşayan tayfasını tapdığını iddia etdi və hər birinin boyunun 12 fut hündürlüyündə olduğunu əlavə etdi.
Məşhur tədqiqatçılar Con Mandeville və Walter Raleigh bu məxluqların həqiqətən də var olduğunu təkidlə vurğulayıblar. Shakespeare öz əsərində onları bu cür təsvir edib. Başları çiyinlərinin altında olan adamlar. Əfsanəyə görə Böyük İskəndər də öz səyahətlərində onlarla qarşılaşıb. Başsız adamlar tariximizin çox yaxşı sənədləşdirilmiş bir parçasıdır. Onun heç vaxt məqbul bir açıqlaması olmamışdı, ta ki bu günə qədər. Belə ki, İmam Əhməd Əl-Həsən əleyhissalam açıqladı ki, başsız adamlar başqa bir planetdən olan yad planetli irq idi. Eyni şey əfsanəvi itbaşlı insanlar haqqında da doğrudur. Sinus Hafili, yəni itbaraq termini insan bədəni üzərində it başını təsvir edir. Bu cür məxluqlara müxtəlif bölgələrin mədəni infanında rast gəlinir və onlar antik Misir qədər qədimdir. Eramızdan əvvəl 5-ci əsrdə Ktesiyas adlı bir Yunan filosofu Hindistana səyahət etdi və heyrətamiz bir hekayə ilə qayıtdı. O, ucqar dağlarda başları it başı olan Kalistri adlı bir tayfa tapdığını iddia etdi. Ktesiyasa görə onlar hər hansı bir dildə danışmırdılar, sadəcə it kimi hürürdülər. Onlar Hindistanda yaşayan digər insanları başa düşə bilirdilər, amma hürərək və ya işarə dili ilə cavab verməli olurdular. Sayları da az değildi. Ktesiyas onların 120 mindən çox olduğunu və Hindistan dağlarında yaşadıklarını bildirib. Növbəti əsrlərdə insanlar onun bu hekayəsini dəstəklədilər. Təxminən 200 il sonra başqa birisi Ktesiyasın Hindistan səfərinin izinə düşdü və Kalistrilərin həqiqət olduğunu bildirdi. Hətta onları öz gözü ilə gördüyünü də təkidlə vurğuladı. Sadəcə Yunanlar deyil, Hind və Tang sülalərinə mənsub Çinli yazarlar da bir dəstə itbaşlı insanın Tibet yaxınlıqlarında yaşadıklarını bildiriblər. Əsrlər sonra Marco Polo öz kəşflərində Hind okeanında başları it başına bənzər insanların yaşadığı bir adaya rast gəlmişdi. Bu məlumatların hamısı doğrudur. Bu varlıqların heç biri uydurma deyil. Başsız adamlar kimi onlar da tarixin bir dövründə yer üzünü müstəmləkəyə çevirmiş bir yad planetli irqidir. Biz insanın görünüşünün necə olduğunu dəqiq bilirik. Və yad planetlər heç də hər zaman bizdən tam fərqli görünüşdə olmurlar. Bəzi yad planetlilər bizlərlə eyni əzalara sahibdir. Sadəcə olaraq fərqli şəkildə tərtib ediliblər. Bir planet var ki, orada insanların övrət yerləri bizim başımız olan hissədə, başları isə bizim övrət yerimiz olan hissədədir. Başqa bir planetdə isə elə məxluqlar var ki, hər cəhətdən eynən insana bənzəyirlər. Bir cəhət istisna olmadılar. Bu planetdəki insanlar heyvan kimidir. Onların ağlı heyvanlarda olduğu kimidir və orada onlar nərildəyir, dişləyir və eyni ilə heyvan kimi davranırlar. Bu planetdə ağıllı məxluq dovşandır. Dik dayanan və 4 deyil, 2 ayağı üstündə yeriyən, ayı böyüklüyündə nəhəng dovşan. Bu planet Arus adlanır və orada yaşayan ağıllı dovşan növlərinə Rub deyilir.
Bizə heç bir bənzərliyi olmayan yad planetlər də var və onlar tamamilə fərqli bir reallıqda yaşayırlar. Bizim bildiyimiz fizika qanunları o yerlərdə tamamilə fərqlidir. Məsələn, orada bir məxluq var ki, ölçüsü ip kimi incədir, halbuki çəkisi yetkin bir fildən daha ağırdır. Elə yad planetli növləri var ki, təsəvvürə gətirmək çox çətindir. Çünki bu planetdə onlarla müqayisə olunacaq heç nə yoxdur. Bəziləri də bizə çox tanışdır. Çünki onlar bizim incəsənət və mifologiyamızda mövcuddur. Bəzən yer üzündə çox sayda yad planetlilər gəlir, bəzən tək-tək gəlirlər, bəzən hər hansı bir məqsədlə, bəzən də təsadüfən bura düşürlər. Bu planetin hər yerində müxtəlif dövrlərdə açılıb bağlanan, başqa aləmlərə açılan qapılar, yəni soxulcan dəlikləri var. Bəzən məxluqlar təsadüfən bu portalların içinə düşür və bu planetdə peyda olurlar. Yeryüzünün ən əfsanəvi divlərindən olan əjdahaların da başlarına gələn eyni ilə budur. Bu yarasa qanadlı və ot püskürən kərtənkələlər bu dünyadan deyillər. Lakin onlar tarix boyunca baş vermiş müxtəlif hadisələr zamanı bu planeti ziyarət ediblər. Hətta bu günümüzdə nadirən bir əjdaha bir portalın içinə düşərək bizim planetdə peyda olur. Ola bilsin təəccüb edirsiniz ki, görəsən əfsanələrimizin nə qədəri həqiqətə əsaslanır. Və bəlkə də bu dünyadan olan bəzi məxluqlar başqa bir planetin əfsanəvi hekayəsinə çevrilib. Əfsanə, təbiət qanunlarına meydan oxuyan, hamımızın bildiyi fantastik bir nağıl deyilsə, bəs onda nədir? Bu kimi hekayələr hamımıza məlumdur. Faktiki olaraq, onlar bizim müqəddəs kitablarımızda da var. Məsələn, Qur'an-ı Kərimdə keçən Yərəmya peyğəmbərin hekayəsinə baxaq. Yərəmya İsrail oğullarını cəzalandırmasınlar deyə günahlarından xəbərdar etmək üçün Allah tərəfindən göndərilmiş bir elçi idi. Lakin insanlar onun xəbərdarlıqlarına qulaq asmırdılar. İsrail oğulları günahkar əməllərinə davam etdilər. Nəhayət, bir gün onların üzərinə əzab indi. Babil hökümdarı Nebukadnezar, yəni Buxtun-Nəsr və əskərləri Yerusəlimə, yəni Qüdsə girdilər və İsrail oğullarını az qala nəsilləri tükənənə kimi qırdılar. O, məbədin müqəddəsliyini ayaqlar altına alaraq dağıtdı. Nəhayət, əsir aldığı məhkumlarla birlikdə Yerusəlimi tərk edib Babilə qayıtdı. Bütün bu olanlardan sonra Yərəmya üzüm şirəsi və bir səbət əncirlə eşşəyinin belində gedərkən Yerusəlimi elə dağılmış bir halda gördü ki, belə dedi. Allah bu kəndi ölümdən sonra necə dirildəcək? Allah onu öldürüb 100 il saxladı. Sonra dirildib dedi, nə qədər qaldın? O dedi, bir gün yaxud bir gündən də az qaldın. Allah dedi, əksinə, sən 100 il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də orada xarab olmayıb. Uzun qulağına da bax. Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük. Ona bəlli olduqda, mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir, dedi. Qur'an 2-ci surə 259-cu ayə. Nəhayət Yərəmya 113 il ölü qaldıqdan sonra səyahətə çıxdı və İrəm adlı bir hökmdarla qarşılaşdı. İrəm həmçinin Zülqərneyn, yəni iki buynuz sahibi olaraq da tanınır.
Yeremya isə Xızır olaraq tanınırdı və o, Zülqərneynin həyat çeşməsinin axtarışında olduğu ərəfədə səhabəsi olmuşdu. İmam Səccad əleyhissalam onların səyahətini bir hədisdə bu cür təsvir edir. Şübhəsiz ki, Zülqərneynin mələklərdən olan Rinalqil adlı bir səhabəsi var idi. Və Zülqərneyn ondan soruşdu: "Bilirsənmi, yer üzündə həyat çeşməsi adlı bir çeşmə varmı?" O da Zülqərneynə onun yerləşdiyi yeri dedi. Beləliklə, Zülqərneyn onu axtarmağa getdi və Xızırı ordu başçısı etdi. Xızır qaranlıq bir vadidə o çeşməni tapdı və suyundan içdi. Zülqərneyn isə içmədi. İmam Əhməd Əl-Həsən əleyhissalam açıqlamışdır ki, Yeremya və Zülqərneynin səyahəti təxminən 2,6 milyon işıq ili uzaqlığında yerləşən planetlərə getdikləri ulduzlar arası səyahət idi. Quran-ı Kərimə əsasən Zülqərneyn və ordusu bir yerə çatdılar və o yerin əhalisi onları Yəcuc və Məcuc adlı varlıqlara qarşı xəbərdar etdilər. Yəcuc və Məcucun sirli kimlikləri uzun müddət Yəhudi, Xristiyan və müsəlmanların hamısını təəccüb içində qoymuşdu. Bu terminlər yaradılış kitabından başlayaraq hər üç dinin əlyazmalarında keçir. Quran-ı Kərimdə belə buyurulur. Onlar dedilər: "Ey Zülqərneyn, Yəcuc və Məcuc yer üzündə fitnə fəsad törədirlər. Bəlkə biz sənə xərac verək. Sən də bizimlə onlar arasında bir sədd düzəldəsən." Quran 18-ci surə 94-cü ayə. İmam Əhməd Əl-Həsən əleyhissalam təsdiqlədi ki, Yəcuc və Məcuc yer əhlindən deyil. Onlar başqa planetdən olan fərqli bir irqdir. Səmavi hədislərin hamısı Yəcuc və Məcucu axır zamanda bu planetə yaxınlaşan təhlükə olaraq təsvir edirlər. Vəhiy kitabında belə buyurulur. 1000 il bitəndən sonra şeytan atıldığı zindandan azad ediləcək. Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri Yəcuc və Məcucu aldadıb döyüşə toplasın. Onların sayı dəniz qumu qədər çoxdur. Vəhiy kitabı 20-ci surə 7-8-ci ayələr. Hizqil kitabında Yəcuc və Məcucun bərpa olunmuş, lakin sonra yerlə yeksan ediləcək İsraili necə təhdid edəcəyi deyilir və ondan sonra Allah yeni bir məbəd inşa edəcək və öz cəmaatı ilə uzun zaman davam edəcək sülh dövrünü yaşayacaq. Həzrəti Muhammed əleyhissalamdan olan hədislərdə Yəcuc və Məcucun ortaya çıxması axır zamanın ən yaxın əlamətləri sırasında çəkilir. İmam Əhməd Əl-Həsən əleyhissalam təsdiqlədi ki, bu kəhanətlər doğrudur və Yəcuc və Məcuc tayfaları gələcəkdə bu planeti işğal edəcək. Biz planetlər arası səyahətin insanların hələ keçən əsrdə təkmilləşdirdiyi yepyeni bir şey olduğunu düşünməyə meyilliyik. Lakin qədim əlyazmalar bizə fərqli bir hekayədən bəhs edir. Və onlar bizim planetdən başqa planetə və ya başqa planetdən bizim planetə səyahətin tarix boyunca hər zaman baş verdiyinin dəlili olaraq işə yarayır və gələcəkdə daha da çox ictimailəşəcək. İmam Əhməd Əl-Həsən əleyhissalam açıqladı ki, yad planetli varlıqlarla əlaqə qurma metodları və digər planetlərə ucuz səyahət etmə yolları mövcuddur və yaxın zamanda onları da açıqlayacaq.
Planetlərarası səyahətin bizim bildiyimiz metodlarından biri ruhun başqa bir planetdə reinkarnasiyasıdır. Bəzi ruhların ana yurdu bu planetdir. İlk dəfə bu yer üzündə inkarnasiya etmiş Adəm əleyhissalamın ruhu kimi. Digər ruhların doğma yurdları isə başqa yerlərdir. Yərəmyanın ruhunun ana yurdu dünya deyil və onun bu planetdə insan bədənində ilk inkarnasiyası İdris Peyğəmbər olmuşdur. Quran-ı Kərimdə İdris haqda belə buyurulur. Kitabda İdrisi də xatırlar. Həqiqətən o doğru danışan bir peyğəmbər idi. Biz onu uca bir məkana yüksəltdik. Quran 19-cu surə 56-57-ci ayələr. İsmaili, İdrisi və Zulkifli də yada sal. Hamısı səbr edənlərdən idilər. Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar həqiqətən əməli salihlərdən idilər. Quran 21-ci surə 85-86-cı ayələr. Bu ayədəki açar söz səbr sözüdür. Çünki İdrisin ruhu məhz mənası səbr olan Kusul adlı planetdən gəlir. İdris o planeti tərk etməzdən əvvəl onun ruhu orada dəfələrlə reinkarnasiya etmişdi. Və orada onun hələ də səbrlə yolunu gözləyən ənsarları var. İdrisin başqa aləmlər haqqındakı elmi İslam rəvayətlərində qeyd edilmiş açıq sirdir. Allah Teala buyurur: Ey İdris! İnsanlara de ki, Allahın sizdən başqasını yaratmadığını və sizin aləmdən başqa bir aləmi olmadığını mı düşünürsünüz? Sizdən əvvəl çoxlu əsrlər keçmiş, məhv olmuş və soyu tükənmiş qəbilələr və məxluqlar gəlib keçmişdir. Və bu, Allahın səltənətini heç bir halda azaltmadı. Biharül Ənvar kitabı. İdris uzun zaman bundan əvvəl yaşamışdır və onun hekayəsi bir çox müxtəlif mədəniyyətlər üçün önəm daşıyır. Lakin o, dünyada bir çox fərqli adlarla tanınır. Müsəlmanlar üçün o İdrisdir. Xristiyanlar üçün Enokdur. Yunanlar ona Hermes deyirlər. Qədim Misir dilində və mifiyologiyasında onun adı Osirisdir. Bir çox rəvayətlər bu şəxsləri birləşdirir. İdrisin ölüm mələyi ilə görüşündən, ölülər diyarına səyahətindən və nəhayət bu dünyaya qayıtmadan öncə cənnət və cəhənnəmdən keçməsindən bəhs edən cürbəcür rəvayətlər vardır. Bu hadisələr Osirisin həyatını və ölülər diyarından qayıdışını qədim Misir təsvirlərində yansıdır. Osiris yerə ayaq basmış real insandan çox uydurma obraz sayılır. Həqiqətən də o sadə bir insan deyildi. İncilə görə o ölümü dadmadı. Əksinə Allah yolunda yürüdü. Sonra gözdən itdi. Çünki Allah onu qaldırdı. Yaradılış 5-ci surə 21-24-cü ayələr. Və o, dünyanın ən heyrətamiz tikililərindən birindən, yəni Misir piramidalarından məsul şəxsdir. Gizadakı böyük piramida bugünə qədər gəlib çıxmış dünyanın 7 möcüzəsindən biridir. Bu, megaliktik tikililər dünyanın ən böyük sirlərindən biridir. İnsanlara onların kimin, necə və niyə tikdiyi hər zaman maraqlı olub. Lakin qəti cavab heç vaxt verilməyib. Tarixçilər də ehtimallara və yanlış nəzəriyyələrə əsaslanır. İmam Əhməd Əl-Həsən əleyhissalam açıqlayıb ki, piramidaları tikən şəxs bu dünyadan deyildi. Və yalnız bu, onun belə qəribə bir şeyi necə inşa etdiyini açıqlaya bilər. Enok,
yəni İdris əleyhissalam piramidaları Allahdan vəhy olunmuş bir çox səbəbdən dolayı tikib. Enok yeryüzünün su altında qalacağı günün sürətlə yaxınlaşdığını bilirdi. O yazırdı. O gün ruhların Rəbbinin əzabı gələcək və yer üzərindəki bütün su qaynaqları ortaya çıxacaq. Sular kişi və qadının birləşdiyi kimi birləşəcəklər. Yer üzərində yaşayan hər kəs məhv ediləcək. Tufan gəldiyi zaman çoxu qışqıraraq ağlayacaq və günahlarını etiraf edəcək. Lakin tufanda öləcəklər. Enokun kitabı 54-cü surə 7-10-cu ayələr. Piramidalar Enokun ulu nəvəsi Nuhun yaşadığı dövrdə baş vermiş böyük tufanda elmi qoruyub saxlamaq üçün tikilmişdi. Onlar həmçinin zəlzələlər zamanı ərazini stabil saxlayan müəyyən energetik özəlliyə sahibdir. Bu heybətli tikililər sirlər xəzinəsidir. Onların içində 124 min peyğəmbərdən 6-sının qəbri var. Bundan əlavə, otaqların içində gizli qalmış, əşyaları öz ilkin formalarına qaytaran bir açılış var. Əgər onun içinə canlı toyuq qoysanız, yumurtaya çevrilir. İnsan itirilmiş əzası ilə oraya girərsə, oradan çıxdığı zaman əzasının bərpa edildiyini görəcək. Orada xəstə şəfa tapar, qoca yenidən cavanlaşar. Bunlar piramidanın divarları arxasında gizli qalmış sirlərdən sadəcə bir neçəsidir. Bu tikililər bir məsələni qoruyub saxlamaqdadırlar ki, sadəcə və sadəcə Muhammed ailəsinin qaiminin dövründə açıqlanacaq. Rəvayətlərə görə piramidalar açacaq və bu sirləri ortaya çıxaracaq şəxs Misir sahibidir. Bu planetdə Enok bir çox adı ilə məşhurdur. Lakin öz doğma planeti Pusulda onun adı Sağdır. Bu da onların dilindən Abdullah olaraq tərcümə edilir. Və o, bugün Ali Muhammed əleyhissalamın qaiminin dövründə Misir sahibi Abdullah Haşim əleyhissalam olaraq reinkarnasiya etmişdir. İdris başqa bir aləmdən bu dünyaya, insanlığa yardım etmək üçün gəldi. Lakin bütün yad planetlilər belə xeyirxah deyil. Bəzilərinin niyyəti insanlığa zərər verməkdir və insanların bir dəstəsi onların bu məqsədinə kömək etməkdədirlər. Biz artıq açıqladıq ki, dünyanın ən güclü siyasi liderlərindən bir çoxu beyin kontrolu altındadır. Və onlar öz okkult təcrübələri sayəsində çox vaxt bunu öz talelərinə yazırlar. Okkult, yəni gizli məlumat və ya paranormal məlumat deməkdir. O, görünənlə görünməyən arasında körpü quraraq bu aləm ilə başqa aləmlərini bir-birinə bağlamağı vərdiş halına gətirir. Lakin insanlara maraqlı olan sadəcə rabitə deyil, onlar şeytanları və başqa zülmət məxluqları bizim dünyamıza çağırmaq üçün də okkult rituallarından istifadə edirlər. Bu təcrübələr olduqca qədimdir. Faktiki olaraq okkult elmlər ideyası 16-cı əsrə gedib çıxır. Bugün isə bu termin özünə tamamilə yeni bir məna qazandırır.
Fransa və İsveçrənin sərhədində yerin 100 metr dərinliyində Böyük Hadron Toqquşdurucusu adlanan dünyanın ən güclü hissəcik sürətləndiricisi yerləşir. 2008-ci ildə başladılmış bu eksperimental texnologiya sonuncu dəfə böyük partlayışdan trilyonda bir saniyə sonra görülmüş şərtləri yenidən yaratmaq məqsədi daşıyır. O, CERN, yəni Avropa Nüvə Araşdırma Mərkəzi tərəfindən tikilib. CERN elmi təşkilat olaraq fəaliyyət göstərir və zahirən o, sadə bir atom zavoduna oxşuyur. Lakin qısa bir baxış bəs edir ki, təşkilatı əhatəsinə almış qəribə hadisələr orada nələr baş verdiyi ilə bağlı sizi təəccüb içində qoysun. ...2016-cı ildə İsveçrədə CERN-ın binası yaxınlığında dünyanın ən uzun tuneli olan GitHub tuneli açıldı. Onun açılış mərasimində Alman kansleri Angela Merkel, Fransa prezidenti François Hollande da daxil olmaqla bir çox dünya liderləri iştirak etdilər. Mərasim tamaşaları Baphomet'in görünməsi də daxil olmaqla abırsız okkult simvolizm və başqa şeyləri ilə bir müəmma daşıyırdı. Sizə təəccüblü gələ bilər ki, bu buynuzlu tanrı ilə CERN-ın nə bağlantısı var? Bəlkə də cavab onun adında yatır. CERN iddia edir ki, bu ad fransızcadan olan Conseil Européen pour la Recherche Nucléaire ifadəsinin qısaldılmış formasıdır. Lakin o həmçinin Cernunnos, yəni Kelt buynuzlu tanrısı sözünün qısaltmasıdır ki, bu da Baphomet sözünün Keltçə qarşılığıdır. Okkult simvolizm bununla da bitmir. CERN-ın logosu vəhşinin rəqəmi olan 666-nı özündə daşıyan sehirli bir sicildir. Onlar nə qədər çalışsalar da öz şeytani əlaqələrini hamının gördüyü video görüntü olduğu üçün inkar edə bilməzlər. 2016-cı ildə internetdə CERN-ın baş ofisində nəhəng Shiva heykəli önündə şeytani ritualın keçirildiyi bir video yayınlandı. Shiva hinduların dağıdıcı tanrısıdır və bir çoxu Shiva ilə Baphometi bir-birinə bənzətmişdir. Videoda saxta insan qurban edilişi canlandırılır. Bu da bir çox insanın bu təşkilatı nəyə qulluq etdiyini sorğulamasına səbəb olmuşdur. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Bu yeni məkanın açılma hədəfi öz başçılarının bəzilərini buraya transfer etmək və eyni ilə bir nəfərin yeni bir məscid və ya ibadət yeri açması kimi öz yeni şeytani dinlərini yaymaq üçün yeni bir üfüq açmaqdır. CERN güya tanrı zərrəciyini axtardığını iddia edir. Lakin ola bilsin onlar sadəcə olaraq Allahla oyun oynayırlar. Böyük Hadron Toqquşdurucusu diametri 27 kilometrlik massiv halqanın içində sürəti işıq sürətinə yaxınlaşan protonları və iyonları səpələyir. Bu halda mahiyyətcə nəhəng sehirli bir halqadır. Digər yandan Stargate, yəni ulduz qapısı kimi də tanınır. Böyük Hadron Toqquşdurucusunun fövqəltəbii potensialı sir belə deyil. Alimlər və riyaziyyatçılar ictimai şəkildə elan ediblər ki, bu iki zərrəcik halqanın içində toqquşduqda fəza zaman müstəvisində dəlik açaraq digər aləmlərə qapı açır. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Bu təşkilatın niyyəti elə ən əvvəldən bu idi. Bu yer normal atom zavoduna oxşayır.
Lakin həqiqətdə bu yerdə tanıdıqlarından əlavə və daha güclü yeni yad planetli məxluqlarla əlaqə qurmağa çalışırlar. Bu şeytani yad planetlər bizim xəyalımıza belə gəlməyəcək şeylərdir. Bəzi insanlar isə pullarını və güclərini artırmaq ümidi ilə onları bu dünyaya çağırırlar. Eynilə Nəmrud və Fironun şeytani qüvvələri olduğu kimi, bu dövrün ən güclü tağutları da şeytani təsir altındadır. Elm və texnologiya sahəsində olan müasir irəliləyişlər sayəsində də təsir çox böyükdür. Əgər bir an belə olsun, onların bizim həyatımıza təsir etmə qabiliyyətlərinin olduğuna şübhə edirsinizsə, onda sizə bildirəcəyimiz hekayəyə nəzər yetirin. İkinci Dünya Müharibəsinin ən qızğın vaxtlarında Yahudilər Almaniyadan və Nazinin işğal etdiyi Avropa torpaqlarından toplanılıb ölüm düşərgələrinə köçürüldü və qaz zəhərlənməsinə məruz qoyularaq, güllələnərək və ya aclıq və ya istismardan öldülər. Bu, sənaye miqyaslı bir soyqırım idi və bunun öhdəsindən gəlməkdə bir sənaye prosesi apardı. Logistikanı planlamış və ona nəzarət edən ofis işçilərindən tutmuş, küçələri qoruyan ictimai polisə qədər yüz minlərlə insan bu soyqırım təşəbbüsünün bir parçası oldu. Sizə təəccüblü gələ bilər ki, nəyə görə sıravi insanlar bu kütləvi soyqırım proqramının cinayət ortağı oldular? Lakin ən mühüm sual bu olardı ki, onlar bunu necə etdilər? Adolf Hitlerə və onun bəzi yüksək rütbəli nasist məmurlarına təsir edən bir qrup yad planetlər var idi. Bu məxluqlar ona xüsusi bir maddə istifadə etməklə kütləvi şəkildə beyinləri idarə etməyin gizli yollarını öyrətdilər. Elə güclü bir narkotik maddə təsəvvürünüzə gətirin ki, onun tozunun anidən üzünüzə üfürülməyi belə bir neçə saniyə içində azad iradənizi əlinizdən alsın. Təsəvvürünüzə gətirməyə ehtiyac yoxdur, çünki belə bir narkotik maddə həqiqətən də mövcuddur. Skopolamin adlı bu maddə şeytanın nəfəsi adı ilə məşhurdur və Kolumbiyada yetişən it üzümü toxumundan alınır. O, öz qurbanlarının rasional düşüncələrini əllərindən alaraq onları qısa zamanda bir zombiyə çevirir. O, dünyanın ən təhlükəli narkotik maddəsi sayılır. Onun sayəsində kimsə sizi könüllü olaraq bütün həyati əmanətlərinizdən imtina etməyə və bank hesabınızdan pul çəkməyə razı sala bilər. Siz isə oyananda heç nə xatırlamazsınız. 20-ci əsrin əvvəllərində şər yad planetli qüvvələr Adolf Hitlerə və onun şəriklərinə insanları kütləvi şəkildə hipnoz etmək üçün bu narkotik maddədən necə istifadə etmək lazım olduğunu öyrətdilər. Onlar qida və su tədarükünü dozaya saldılar. Tüstü buraxan nəqliyyat vasitələrinin istifadə etdiyi benzinə bu maddədən qatdılar. Həmçinin onu havaya sovurdular. Beləliklə də insanların şeytanın nəfəsini içlərinə çəkmələrinə səbəb oldular. Qısa müddət sonra bütün millət maddənin hipnotik sehri altında qaldı və qətiyyən heç nədən şübhələnmədi. Bütün müharibələr döyüş meydanlarında baş vermir. Bəzən döyüş meydanı evinizin həndəvərində olur. Müharibə həm fiziki, həm də psixoloji ola bilər. Xeyir və şər qüvvələr bir-biri ilə və bizim hər birimizlə müharibədədirlər. Və beyin kontrolu bu müharibədə görünməz silahdır. O əvvəllər də istifadə edilib və bugün də istifadə edilir. İçində yaşadığımız reallıq sizi şok edə və ya narahat edə bilər. Elə isə həqiqəti qaldıra bilərsinizmi?